Salam, hər vaxtınız xeyir olsun. Bugünkü buraxılışda Azərbaycanda bədii gimnastika deyiləndə ilk ağla gələn adlardan biri ilə söhbətimiz olacaq. Uşaq yaşlarından böyük yarışlara, məsuliyyətə və uğura alışan, gimnastikanın incə, amma bir o qədər də çətin dünyasında iz qoyan Arzu Cəlilova qonağımızdır. Onunla həm idmandakı yolu, həm də karyerasının son dövrlərini danışacağıq. Mən Arzu Cəlilova 4 iyun 2004 tarixində doğulmuşam. Gənclər arası bədii gimnastika üzrə dünya çempionatının gümüş və bürünc mükafatçısıyım. Hər peşəkar idmançının yolunun başlanğıc nöqtəsi var. Bəzən bu qərar ailədən gəlir, bəzənsə uşaq marağının peşəyə çevrilməsi ilə yaranır. Arzu Cəlilovanın idmana gəlişi necə olub, ilk addımlar necə atılıb, gəlin ondan eşidək. İlk dəfə bədii gimnastika ilə məni anam tanışdırıb, anam gətirib və mənlə bir yerdə böyük bacım da gəlib. Elə, yəni, professional olaraq davam eləmək istəmirdik əvvəlcədən. Sadəcə, qamətə görə, qız uşağıyıq, biraz aktiv idi. Ona görə anam məni və bacımı bədii gimnastikaya gətirib. Sonradan artıq mənim ilk məşqim, 1 ay, 2 ay keçəndən sonra artıq dedi ki, məndə alınır və hər gün gəlməyə başladım. Və elə də mənim həyatım başladı. Bəli, yəni ilk tanışım anam sayəsində olub. Yəni mən deyə bilmərəm ki, uşaqlıqdan bədii gimnastika özüm istəmişəm, demişəm ki, aparsınlar məni. Əslində mənim üçün çətin deyildi. Yalnız belə bir şey var idi ki, bağçaya gedirdim və həftənin 3 günü hamı uşaqlar yatanda mən gözləyirdim ki, məni götürsünlər, aparsınlar gimnastikaya. Amma xoşbəxt idim. Çünki istəyirdim də oradan da məşqə getməyə. Çox maraqlı keçirdi məşqlər, elə xatırlayıram. Peşəkar karyera demək sadəcə yarışlara qatılmaq deyil. Bu, gündəlik nizam-intizam, görücü məşqlər və daim özünü sübut etməyə çalışmaq deməkdir. Arzu Cəlilova illərlə bu rejimdə çalışdı. Beynəlxalq arenalarda çıxış etdi, medal qazandı və ölkəsini layiqincə təmsil etdi. Amma kənardan görünən uğurların arxasında əslində çox ciddi zəhmət dayanır. Mənim 7 yaşım var idi deyəsən və ilk həm beynəlxalq yarışım idi, həm ailəsiz uçmuşdum ora. Tək məşqçi və gimnastlar, digər gimnastlar. Çox belə xatırlamıram, amma mənim üçün rahat keçmişdi. Bilmirəm, yadımda deyil indi neçənci yer olmuşdum. Amma o çox balaca olanda olmuşdu bu yarış. Biraz böyüyəndən sonra artıq 2016-cı ildə hatırlayıram, belə daha prestijli yarış deyə bilərik, beynəlxalq yarış. Onda da 12 yaşım, 11-12 yaşım var idi. Estoniyada keçirilmişdi və o vaxtları yığma komandanın yanında məşq edirdim artıq. Ona görə mənim üçün daha biraz həyəcanlı idi orada çıxış etmək. Amma hatırlayıram ki, yaxşı çıxış elədim və gümüş medal götürmüşdüm onda. O yarış mənim üçün çox ən vacib yarışlardan biri idi mənim karyeramda. Və o yarış mənim ağlımda çox yaxşı, çox müsbət emosiyalarla qalıb, əlbəttə ki. Çünki bu tarixdə ilk gənclər arası dünya çempionatı idi və əlbəttə Azərbaycanın adını tarixə yazdırmaq istəyirdim və layiqincə təmsil etmək istəyirdim əlbəttə. O yarışa çox hazırlaşmışdıq, çox çətin gedirdi məşqlər o yarışa.
və yadımdadır ki, artıq final mərhələsində həm iplə, həm topla çıxış eləyirdim. İpi yəni normal yaxşı çıxış etdikdən sonra artıq getdim topa hazırlaşmağa və məşq zalına girəndə artıq bizim baş məşqçimiz Marian xanım, digər məşqçilər, xoreoqraflar, yəni hamı qucaqlaşırdı, hamı yəni qışqırırdı ki, və onda başa düşdüm ki, artıq medal var məndə. Amma artıq zala girəndə məşqçilər biraz sakitləşdilər ki, göstərməsinlər ki, medal var. Amma əslində mənim üçün yəni sonra daha da rahatlaşmadım. Demədim ki, indi necə olar. Sonra topa daha cəsarətli çıxdım deyə bilərəm. Daha sakit, amma cəsarətli çıxdım və topu da yaxşı etdikdən sonra artıq gümüş medala sahib olduğumu öyrəndim. Və əlbəttə ki, bu çox həm qürur verici, həm xoşbəxt yəni hisslər var idi. Əslində o yarışda həm iplə, həm topla çıxış etmişdim. İki kompozisiyam da çox maraqlı idi. İplə kompozisiya mənə nəyə görə xoşuma gəlirdi? Çünki biraz elə bir köhnə stildə uprajneni qurmağa çalışmışdıq hamımız. Həm məşqçilər, baş məşqçimiz. Ona görə çox maraqlı idi çıxış. Amma mənə daha çox top xoşuma gəlib həmişə. Bilmirəm, həmişə mənə top xoşuma gəlib, çünki daha zərif çıxışlar olub həmişə topla. Amma artıq böyüklər arası çıxış edəndə qürlərlə də xoş dedim çıxış eləməyə. Amma yəni ən belə yaxşısı mənə görə topdur. Əslində hər yarış bir təcrübə, hər yarışdan bir təcrübə qazanıram. Hamı da yəni elədir. Yoxdur ki, vacib ya da belə yarış. Hamısı vacibdir, hamısında bir təcrübə qazanılır. Amma məncə ən birinci yarışlardan gənclər arası çıxış etdiyimdə Avropa çempionatı idi. Dünya çempionatı idi. Sonrası artıq böyüklər arası çıxış edəndə bütün dünya kubokları, bütün Avropa çempionatları, dünya çempionatları, bunların hamısı biraz təcrübə qazandırırdı mənim üçün. Mən özüm heç vaxt qrup hərəkətlərində durmamışdım, yəni çıxış etməmişəm. Amma fərqi deyə bilərəm ki, fərdi çıxışda hər şey özümüzdən asılıdır və o cəhətdən mənim üçün məsələn daha rahat idi çıxış etmək tək olanda. Bəzilərində məsələn olur ki, qrup hərəkətlərində daha rahat olur çıxış etmək, çünki hamı bir yerdədir, xalçada hamı bir yerdədir. Amma mənə fərdi çıxış etmək daha rahat idi və deyə bilərəm ki, çətinliyi götürsək, çətinlik fərdi çıxışlarda daha çətin olur. Amma başqa cəhətlərdən baxsaq, qrup hərəkətləri daha çətindir. Yəni deyə bilmərik ki, hansısa çətindir, hansısa daha rahatdır. Amma ikisinin də belə çətinlikləri var belə ki, qrup hərəkətləri məsələn özün eləyə bilərsən hər şeyi, amma yəni bilmirsən qrup yoldaşın necə edəcək. Ona görə biraz o cəhətdən çətindir bəli. Bəli, var. Çünki həmişə nəticə olmur, yəni istədiyimiz kimi nəticə olmaya bilər. Məsələn, bəzi yarışları biz sırf yəni nəticə üçün deyil, medal üçün deyil, digər yarışlara hazırlıq kimi onu elə götürürük, onu qəbul edirik və məsələn uzun müddət, yəni yarışlara bizim hazırlığımız çox uzun müddət gedir. Yəni 1 ay deyil, 2 ay deyil, sezon boyu yəni hazırlıq gedir. Və o zaman yəni mənim üçün belə idi ki, mən yarışda ən əsası bizim işlədiklərimizi, məşqçi ilə işlədiklərimizi onu göstərmək idi. Məsələn, mənim məşqçim bütün
dediklərini, hər şeyi yadda saxlayıb elə göstərmək. Çünki məşqçiyə artıq yəni güvəndikdən sonra, inandıqdan sonra belə proses gedir. Bütün tamaşaçılara, bütün hakimlərə onu göstərmək, yəni işlədiklərimizi, bir kompozisiya, bir yəni hamının xoşuna gəlməsi belə bir şey. Bizdə bir həftədə hər gün 2 məşq olurdu. Sadəcə 4-cü günlər bizdə bir məşq olurdu. Yəni təxmini saat 1-ə qədər məşqimizi edib, sonra artıq digər prosedurları edirdik, fizio prosedurları. Məsələn, digər günlərdə 2 məşq olduğumuz günlərdə səhər bizdə xoreoqrafiya dərsi başlayırdı. Saat yəni daha balaca, daha gənclər arası çıxış etdiyində saat 7:30-da başlayırdı. Artıq böyüklər arası çıxış etdiyimdə, yəni məşq elədiyimdə 8:40, 8:30 belə başlayırdı xoreoqrafiyanı. 1 saat yarım onu eləyirdik. Ondan sonra gedirdik həmən məşqə başlayırdıq. Məşqdə bizdə plan olurdu. Yəni ola bilər ki, biz 1 dəqiqə 30 saniyə bütün bu hərəkəti eləyirik. Onu məsələn 2 dəfə təmiz eləməliyik bütün alətlərlə və ya elə olub ki, 5 təmiz eləməliyik onu və sonra məsələn hansı hərəkət o bütün hərəkətdən hansı hərəkət əgər bizdə pis alınırsa ya da daha işləməliyiksə, onu 10 dəfə, 20 dəfə, 30 dəfə həmişə sonradan eləyirdik. Yəni tutmalıydıq. Elə keçirdi. Planımızı bitirdikdən sonra təxminən saat 1-2 ola bilərdi. Sonra əgər məsələn uşaqlarda məktəb varsa, bizdə məktəb qurtarırdıq birinci məşqi, yemək yeyirdik və sonra məktəb başlayırdı. Məktəb olmurdusa, gedirdik fizio prosedurlara, masaj və nə lazımdır, yəni onu edirdik. Çoxlu gimnastlar əslində 2 məşq arası yatmağı xoşlayır. Yəni enerji gəlsin ikinci məşqə görə. Amma məndə heç vaxt elə olmayıb. Yəni yatdıqdan sonra daha da özümü çox rahat yığa bilmirdim özümü. Ona görə mən əslində heç vaxt yatmırdım. Hətta mənə deyirdilər ki, necə belə yəni durursan? Mənim üçün yəni daha yaxşı idi belə. Sonra ikinci məşqimiz başlayırdı. 3:34-də əlbəttə ki, isinmə hərəkəti eləyirdik. Onsuz yəni məşq başlaya bilməz. Onu və ya fitness edirdik. Sonra yenə əsas hissə başlayırdı. Yenə planımızı digər 2 alətlə edirdik və onu bitirdikdən sonra artıq 7-8, yəni nə vaxt bitirsək planı, qurtarırdıq məşqi. Sonra istirahət edirdik. Yenə əgər lazımdırsa fizio prosedurlar, nəsə buz qoymağa, hansısa zədəmiz varsa, masaj, belə şeylər. Sonra artıq özümüzə bir vaxt var idi. Mən çox sevirdim, kitab oxumağı sevirdim. Nə isə çəkməyi, rəngləməyi sevirdim. Sonra da artıq saat 10-11 kimi belə yatırdıq. Çünki doğrudan da rejim çox vacib bir şeydir gimnastikada. Yox, deyə bilmərəm ki, yeməyi çox sevirdim, çox yeyirdim. Amma məşq elədiyim vaxt şirinə çox bağlı idim deyə bilərəm. Çox istəyirdim, yəni şirin bir şey olsun. Ümumiyyətlə, yəni şəkər demirəm, nəsə belə konfet. Ola bilər ki, meyvə də olsun, yəni çox şirinə. Yəni bilirsiniz ki, biz orada o qədər məşq eləyirik ki, çox kalori itiririk və ona görə əslində hamı elə bilir ki, gimnastlar heç yemir, çox az yeyir. Amma əslində biz çox enerji sərf etdiyimizə görə, ona görə gimnastlar belə zərif olur. Belə qidalanmada, yəni tək gimnastlar yox, məncə bütün insanlar yəni diqqət etməlidir. Çünki hər şey məncə yəni bədənin sağlamlığın 80-90% elə qidalanmadan gəlir. Ona görə çalışırdıq, yəni vaxtında yeyək, çox yeməyək əlbəttə ki, yəni.
belə un məlumatları, şirin şeylər, yəni mağazində satılan bu yəni qablaşdırmalarda deyək belə onları çalışırdıq yemək əlbəttə ki və mən ümumiyyətlə uşaqlıqdan bu qazlı içkiləri içmirdim heç. Ona görə mənim üçün məncə daha rahat idi. Çünki bilirəm ki, çox insanlar sevirlər onu və onları içirlər. O da ki, əslində həm sağlıq üçün, həm gimnastikaya görə çox da yaxşı bir şey deyil. Amma belə məncə bütün insanlar indi qidalanmalarına baxırlar ki, hər şey, yəni ən əsası sağlıqlı bir şəkildə olsun. Hər idmançının yaddaşında dərin iz buraxan iki an var. Biri zirvəyə qalxdığı, digəri isə gücünü toplayıb ayağa qalxmaq məcburiyyətində qaldığı an. Bəzən cəmi bir neçə dəqiqəlik çıxış aylarla, illərlə davam edən məşqlərin səmərəsini göstərir. Bəzənsə o çıxış planlaşdırılan hər şeyin gözlənilməz şəkildə alt-üst olduğu məqama çevrilir. Amma həm qələbə, həm də məğlubiyyət idmançını yetişdirir. Uğur sevinç gətirir, uğursuzluq isə dərs verir. Gənclər arası dünya çempionatında onu deyə bilərəm. Bütün həm iplə, həm topla çıxışım uğurlu olub. Amma böyüklər arası desək, 2022-ci ildə bizdə Bakıda keçirilən Dünya Kuboku var idi. Orada, yəni necə xatırlayıram deyə çox yaxşı çıxış eləmişdim. Həm orada, həm əslində yəni bütün yarışlardan ola bilər ki, yəni bəzi alətlərlə yaxşı çıxış deyə ağlımda qalan yəni yarışlar var. Məsələn 2021-ci ilin Avropa çempionatında gürcülərlə, 2022-ci ildə Avropa çempionatında all-around final mərhələsində bu yarışlar ağlımda qalıb. Ən uğursuz, ağlımda çox tutmuram belə uğursuzları. Çünki bir nəsə səhvlər etdiyimdə belə o təcrübə qazandırır. Məsələn, artıq gələn yarışlarda bilirəm ki, bu səhvləri etməməliyəm. Onun üzərində daha çox işləyirik. Ona görə uğursuz belə yəni deyə bilmərəm, amma çox səhv buraxdığım bir yarışda 2022-ci ildə Bakıda keçirilən Dünya Kubokunda gürcülərlə hərəkətdə finala düşməmişdim və orada 3 səhv eləmişdim, 3 böyük bir səhv etmişdim. Bu, mən çıxış edəndə axırıncı alət idi və o alətdən sonra artıq yəni mükafatlandırma olacaqdı, çoxnövçülük. Və bilmirəm, ya yorğun idim, ya sadəcə diqqətsizlikdən idi. 3 dəfə böyük bir səhv etdim. Halbuki o səhvləri etməsəydim, bəlkə də yəni, birinci medal qazana bilərdim Dünya Kubokunda. Çünki heç vaxt mən də Dünya Kubokundan medal qazanmamışam böyüklər arası. Çox da yəni üzülmədim, çünki bilirdim ki, qabaqda hələ yarışlar var. Bu sadəcə bir təcrübədir və sadəcə məşqlərimizə qayıtdıqdan sonra artıq məşqimdən başladıq nə isə dəyişməyə, nə isə əgər çox çətin idisə onu biraz asanlaşdırmaq, başqa yerləri çətinləşdirmək. Yəni belə dəyişirdik və əlbəttə ki, işləyirdik o səhvlərin üzərində çox. Və belə yəni çox, mən elə insan deyiləm ki, məsələn, səhv etdikdə onu oturum, düşünüm günlərcə. Ona görə bu, məncə bu tərəfdən də yaxşı bir xasiyyətdir. İdman dünyası uğurlarla, dərslərlə yanaşı risklərlə də doldu. Zədə bəzən bədənin, bəzənsə arzuların dayandığı nöqtədir. Arzu Cəlilovanın da idman karyerasında belə bir dönəm yaşandı. İdmandan ayrılmaq hər zaman sadə olmur.
İllərlə qurulmuş rejim bir gündə dəyişir, boşluq yaranır, yeni həyat tərzi formalaşır. Bu keçid həm fiziki, həm də psixoloji olaraq ciddi dəyişikliklər tələb edir. Artıq mən bölgələrarası çıxış etməyə başladığımda bu zədə artıq biraz başlamışdı. Ağrılarım var idi bu çanaq nahiyəsində. Amma yəni məşq edirdim bir tərəfdən əlbəttə ki, fizioterapiya hər şey edirdilər bizdə. Sonra 2022-ci ildə bu ağrılarım daha da bərk başladı, yəni daha çox ağrıyırdı və Avropa çempionatında yadımdadır ki, artıq axırıncı çoxnövçülük finalı var idi və 4 alət edirdik. Hər alətdən sonra və ya əvvəl yadımdadır ki, yəni necəsə uca gəzə bilmirdim deyə bilərəm və ağrı kəsicilər içirdim. Yəni hər hərəkətdən sonra içirdim, sonra belə biraz özümə gəlirdim. Çünki doğrudan da çox ağrıyırdı. Sonra artıq biz qaydanda Bakıya məni bir həkimə götürdülər. Dedilər ki, yəni daha düzələcək ya da ağrını hiss etməyəcəksən. Və sonra da əslində o həkimin biraz səhvi ilə bir iynələr vuruldu və o iynələrin qarışığı əslində çox da düzgün deyildi və ondan sonra da orqanizmimin bir reaksiyası ilə bir yerdə bu yol deyək başladı. Qızdırmam qalxırdı, yəni daha doğrusu düşmürdü qızdırmam, ən aşağısı 38 idi və ayaqlarımın quruluşu deyə bilərəm, biraz yəni dəyişdi, gəzə bilmirdim. Amma bir həftə belə dözdük, dedik ki, yəqin keçər, iynələr vurublar, yəni böyük bir şeydir. Amma sonra o bir həftədən sonra mən zala gəldiyimdə artıq yəni məşqçilər gördü, həkimlər gördü, baş məşqçimizdə hətta dedilər ki, artıq yəni belə olmaz, bu normal deyil və məni xəstəxanaya yatızdırdılar. Orada 10 gün belə keçirtdim. Yəni hamı gəlirdi, baxırdı, hamı çalışırdı. Yəni bilsin ki, nədəndir, niyə belədir. Yəni belə bir şey var ki, əgər sınıqdırsa, çatdırsa, belə bir şeydirsə, ən azından yəni bilirik ki, bu necə düzəlir də. Məsələn, ya əməliyyat lazımdır, ya gips qoyurlar. Amma burada ən qorxuducu şey o idi ki, bilinmirdi nədəndir, nədir. Yəni bütün həkimlər həm bizdə, həm Rusiyada, Almaniyada, Türkiyədə heç kim yəni bilmirdi, deyirdilər ki, biz belə şey görməmişik. Ona görə o biraz çətin idi. Amma yəni çalışırdım pozitiv durmağa. Hətta hər həftənin axırı məşqçimlə yazışırdıq. Hər gün məşqçim mənə yazırdı necəsən bunu. Hər həftənin də axırı deyirdi ki, heç nə olmaz. Bir həftə daha dözək, artıq bəlkə birinci gündən məşqə dönərsən, hər şey yaxşı olar. Sonra amma daha da yəni pisləşdi deyə bilərəm. Artıq Türkiyədə göndərdilər məni, sonra Almaniyaya 3 dəfə göndərdilər. Sonra hətta keçmirdi deyə hormonal bir dərmanlar içməyə başladım. Həm Almaniyada göndərdilər. Sonra da ən son mənə ən çox kömək edən bir şey əməliyyat oldu Almaniyada. Ondan sonra yəni daha da yaxşıya getməyə başladım və çox şükür indi yaxşıyam. Bəli, əlbəttə çox vacibdir və mənə də ən çox yəni anam əlbəttə ki, o mənə daha çox yəni kömək eləyirdi. Mənim anam əslində elə bir insandır ki, heç vaxt ağlamaz, həmişə yəni dik duran bir qadındır. Amma o dövrdə ilk dəfə idi anama elə görmüşdüm ki, yəni çox ola bilərdi ki, ağlaya da bilərdi. Yəni çox qorxurdu, onu hiss edirdim. Amma həm mən belə dəstək olurdum, amma həm o mənə dəstək olurdu. Ona görə
belə, yəni bu işdən belə yəni çıxdıq. İdmandan sonraki dövr çox vaxt sanki ikinci həyat kimi qiymətləndirilir. Hər şey sıfırdan başlamaq, yeni maraqlar tapmaq və bəzən tamam fərqli istiqamətə yönəlmək. Arzu Cəlilovanın da bu mərhələdə özünü ayıracaq vaxtı, diqqəti və planları var. İdman həyatı ona bir çox şey öyrətsə də, həyatın digər sahələrində də onun potensialı böyükdür. Yəni artıq məşq eləməsəm də özüm üçün hər səhər və ya axşam çalışıram, yəni məşq etməyə və bilirsiniz ki, əgər gimnastda bir zədə varsa, o artıq deyə bilərik ki, bütün ömür o ilə bir yerdə olacaq və bu zədəni daha da pis etməmək üçün bir yəni kompleks fitness kimi bir şey etməliyik və onu hər gün eləyirəm. Belə indi dərslərim var, hələ indi bir universitetdə oxuyuram və indi çalışacağam əlbəttə ki, ikinci təhsil almağa. İkinci təhsilimi isə fizioterapiya, orada o tərəflərdə yəni istəyirəm ikinci təhsilimi alım. Çünki bu, yəni mənim yolum buna məni itdi deyə bilərəm. İstəyərdim əlbət, amma mən yəni artıq çox belə plan, yəni 4-5 il əvvəlcədən yəni plan etmirəm, çünki bilmirik yəni həyat nə olacaq. Çünki həmişə hər şey bizdən asılı olmur, amma belə əlbəttə ki istəyərdim. İstəyərdim öz təcrübəmi gimnastlara ötürmək, istəyərdim həm fizioterapiya sayəsində artıq işləsəm. Məncə gimnastlarla işləmək mənim üçün daha rahat olacaq. Həm gimnastların həm sağlıq tərəfindən, həm yəni zədələri az olsun deyə onu fikirləşərək məncə yəni daha yaxşı bir yolculuq ola bilər. Mən böyüklər arası çıxış etdiyimdə demək olar ki, hər yarış Zöhrə Ağamirova ilə çıxış edirdim və biz onunla artıq yəni 4 yaşdan mən onu tanıyıram. Bir yerdə məşq eləmişik, həm klubda olduqda, həm sonra yığma komandaya düşdüyümüzdə. Və mənim üçün həmişə çox pozitiv olub. Bütün enerji, bütün yəni hər şey, bu hava çox belə müsbət idi. Həmişə məşqçilərimiz də gələndə bütün belə yəni gülər üzlü idi hamı. Çox ağlımda yəni belə qalıb ki, çox müsbət bir enerji var idi. Deyə bilərəm ki, ən əsası gimnastın, yəni uşağın özündə istək olsun. Çünki istək olduqdan sonra artıq məncə bu yol daha rahat gedir. Çünki istək olmadan əgər hamı qıraqdan desə ki, bunu elə, onu elə, uşaq özü onu eləməyəcək. Yəni gimnastın özünə xoşuna gəlmirsə bu, heç vaxt onu yəni edə bilməz deyə düşünürəm. Amma istəyi olan gimnastlara və ya uşaqlara deyə bilərəm ki, bu yol bəli çox çətindir, amma məncə heç vaxt yəni buraxmasınlar bu yolu. Çünki çox çətinliklə olur bu, yəni deyək, həm zədə olsun, həm psixoloji da ola bilər. Yəni çox çətin olur, amma çox gözəl bir yoldur və əlbəttə ki, uğurlar da olur, yəni həm nəticələr də olur. Yəni medal olmasa belə ən azından xarakterimizə bir yəni yaxşı şeylər qazandırır gimnastika və mən deyə bilərəm ki, bir də yəni bu dünyaya gəlsəm bir də seçərdim bu yolu. Çünki indi olduğum insan gimnastika sayəsində olub. Ona görə deyə bilərəm ki, kim istəyirsə, bütün uşaqlar, bütün gimnastlar, kimdə istək varsa, bu yolu buraxmasınlar və çox çalışsınlar. Həqiqətən də çox çalışmaqla, yəni tək talant deyə bir şey yoxdur. Əlbəttə, yəni çox işləmək lazımdır bunun üzərində. Ona görə çox işləmək, səbirli olmaq və bu yola davam etmək.
Beləliklə, bugün də sizinlə birlikdə Arzu Cəlilovanın hekayəsinə toxunduq. İdmanın arxasındakı zəhməti, səssiz mübarizəni və görünməyən gücü daha yaxından hiss etdik. Hər veriliş bizə bir şeyi xatırladır. Uğur heç vaxt təsadüfi deyil. O illərlə davam edən fədakarlığın, ağrının və iradənin nəticəsidir. Dinlədiyiniz, zaman ayırdığınız üçün təşəkkür edirik. Gələn verilişdə yeni bir hekayədə görüşmək ümidi ilə sağ olun, salamat qalın.